Bugün sizə video təhlükəsizlik sistemlərinin qorunması haqqında olan digər məlumatları təqdim edəcəyik. Giriş hüquqlarının idarə olunması. İstifadəçilərə yalnız onların funksiyalarına uyğun minimal hüquqlar verilməli, audit loqlar mütəmadi olaraq yoxlanılmalıdır. Şifrələmə və VPN dəstəyi. Xarici bağlantılar üçün şifrələnmiş tunellər və HTTP protokolu üzərindən idarə etmə təmin olunmalıdır. Monitorinq və audit mexanizmləri. Real-time monitorinq sistemlərin fasiləsiz monitorinqi üçün Network Operations Center və ya xüsusi monitorinq platformaları istifadə olunmalıdır. Audit izləri. Sistemə daxil olmalar, dəyişikliklər və narazılıqlar avtomatik olaraq loqlanmalı və mütəmadi analiz edilməlidir. Backup və DRP. Video qeydlərinin mütəmadi backup aparılmalı, sistemin sıradan çıxması halında məlumatların bərpası üçün DRP hazırlanmalıdır. İşçi maarifləndirilməsi və daxili proseslər. Video təhlükəsizlik sistemlərinin istifadə olunması, məlumatların saxlanılması və paylaşılması ilə bağlı siyasətlər bütün əməkdaşlara yazılı formada təqdim edilməlidir. İşçi təlimləri. IT heyəti və təhlükəsizlik işçiləri üçün video sistemlərinin istismarı və təhlükəsizliyi ilə bağlı təlimlər keçirilməlidir. Təhlükəsizlik təkcə görüntülərə nəzarət deyil, həm də həmin görüntülərin təhlükəsizliyinə nəzarətdir.